İslandiya adası yerləşdi hansı iqlim qurşağında Əli? Bütövlükdə subarktik deyək mən. Subarktikdə. Mövcud İrlandiya adası. Mülayim dəniz. Aslan Böyük Britaniya. Mülayim dəniz. Mülayim dəniz. Skandinav yarımadasında hansı iqlim qurşaqlarını görərik elmin? Mən Arktiki görə bilərik. Skandinaviya deyirsən müəllim. Bəli. Mülayim dənizi bir kontinental müəllim. Mülayim dənizi kontinentalı görərik. Bunu çox qəşəng vurğuladın, amma subarktik də burada görməyimiz nədir? Mümkün haldır. Kola yarımadasında Əli. Orada mənim subarktikdir. Subarktik və Və biraz da mülayim mülayim. görmək Mülayim mümkündür. kontent. Bəli. Taymır yarımadasında Mövlud, Subarktik. subarktik və Taymır, Yamal, Qıdan, subarktik, arktik hər ikisini görmək mümkündür. Kamçatka yarımadasında Aslan. Subarktik. Hamı subarktik və subarktir. Buyur Elmin. Mən Musson demək olar. Mussona. Mövlud, Dəniz idi, mülayim dəniz idi. Mülayim mülayimin dəniz. dəniz iqlim tipini görmək mümkündür. Bəli. Və Kuril adalarında Əli. Orada mənim mülayim Sonya mülayim dəniz. Bəli, hər ikisini görməyimiz mümkündür. Saxan adasında Elmin. Saxan adasında mənim mülayim iqlim görmək olar mənim. Bildimi mülayim tipini soruşuruq. Aslan buyur. Mülayim dəniz. Mülayim musson Dəniz. görərik burada. Dəniz yox. Kontinental Mülayim mülayim musson Mussona. görərik. Yaponiya ərazisində Mövlud. Yaponiya. Yaponiya arasında mən subtropikin mussonu, mülayim dəniz mussonu bilirəm. Mülayim dənizində də mülayim mussondan subtropik. Mülayim mussonu müəllim. Mülayim mussonu. Ay, sağ ol. Tayvan adasında Əli. Bütövlükdə mənim subekvatorial. Bu dövrdə su ekvatorial. Tayvan adası neçə işğalma qurşağında yerləşir? 2 müəllim. Məsələn, Tayvandan Madaqaskarın oxşar və fərqli xüsusiyyətini soruşası olsa, deyə bilərik ki, Və hər ikisinin oxşar xüsusiyyəti nədir? Subekvatorial iqlim olmağı və Ekvatorial iki Tropik iqlim işıqlama fərqli qurşağında. olmağı, xüsusiyyətləri iki işıqlanma qurşağında yerləşmək. Bəs fərqli İsland xüsusiyyəti yerləşmələri. nədir? İqlimlərin fərqli iqlimləri. olması. Məsələn, biri şimal yarımkürəsi, biri cənub yarımkürəsi Yox, yerləşir. hesabda Biri olsun, yaxşı, Hind bir olsun. okeanı. Biri Hind okeanı, biri Hə, Sakit okeanı olsun. İqlim barəsində mən demək istəyirdim. Yağıntıların ayları fərqli aylarda düşür. hə, Olsun, aynen yağıntılar fərqli. fərqli deyil. Bir də əsas bir məsələ onu demək istəyirdim ki, ora bir iqlimdə yerləşdi Tayvan, amma bu Madaqaskar iki iqlim qurşağında İki yerləşdi. hə. Madaqaskarda iki dənə iqlim qurşağı hansıdır Aslan? Biri tropikdə, bir də subtropik. Subekvatorial. Ay, subekvatorial. Buradan burasından şey deyir. Sonra gəldik Piriney yarımadası Elmin. Araq dənizi iqlim tipi mənim subtropika. Odlu torpaq adası Əli. O müəllim mülayimin bərabər rütubətlisi. Mülayimin bərabər rütubətlisi yox, dənizdə yəni ki, o bərabər rütubət deyə bilərik. Sonra Şri-Lanka adası Mövlud. Şri-Lanka adası subekvatorial. Subekvatorial Yox, və ekvatorial iqlim görə ekvatorial. bilərik. Yeni Zelandiya adası Aslan. Yeni Zelandiya, deməli, müəllim, Arktik. Yox, subekvator. Mülayim demək olar mənim. Yəni mülayim və Subtropikdir müəllim. Şimal adası bütövlükdə subtropikdir. Cənub adasında mülayim də düşür, subtropik də düşür. İndi mülayimin deməli orada var bərabər rütubətsi, subtropikindəki o da bərabər. əlbəttə, Yox, mülayimin subtropikin dənizi subtropikin bərabər rütubəti Hə, demək istəyirsən yəqin ki. bəli. Tasmaniya Bəli. adasında Mövlud. Tasmaniyasının subtropikin bərabər rütubəti. Və mülayimin Araq dənizi. dənizi. Bu da mülayim də var, bəli. Sonra bax belə bir sual. Yaponiya, Yeni Zelandiya, Tasmaniya adasının iqlimlə bağlı deyirəm də, yəni dənizə mənzə qaçmayın. Oxşar xüsusiyyəti.
Yəqin ki. Hansı adalar dedik? Tasmaniya, Yeni Yeni Zelandiya. Zelandiya idi. Bir də Birləşik Yaponiya, Yaponiya adaları. Aziya adaları. Bəli. L. Ekran kaydı getir biraz tutun. Həm mülayim var, həm Ha, subtropik var. deməli, Yəqin odur. eşitsiz mən uşaqlar. Bəli, Bəli. Bəli, bəli. Yaponiya, Bəli. Tasmaniya, Yeni Zelandiya oxşar xüsusiyyəti. bəli. Subtropiki yumşaq yerləşmə olması. Subtropik nə mənim mülayim iqlim quşağın olmağı. Ay, sağ mülayim və subtropik quşağında yerləşməsi bunlar da oxşar xüsusiyyətidir deyəcək. Sonra Yaponiya, Yeni Zelandiyanın Tasmaniyadan fərqi. Burada ümumi deyə bilərsiniz. Ümumi baxa bilərsiniz. Vulkanların Sular nə idi? var. Məsələn, vulkanların olmağı. Ay, sağ vulkanların olmağı, sonra bir okeanda Bu yerləşməyi. Divergent Convergent məsələsini demək olar. Aha, deyə bilərik. Bəli, bax, o da qəşəng fikirdir. Onu da deyə bilərsən ki, Yaponla Yeni Zelandiya şeydir, konvergentdir, amma Tasmaniya platform arasında yerləşir deyə bilərik. Bax belə. Yəni bu tipli uşaqlar qarışıq şeylər düşə bilər. Bunlar öz yerində. Zənnimcə bunlardan dedik. Bəli. Filippin adasını demişdik onsuz bayaqlarım. Hansında yerləşirdi? Bəli. Filippin arxipelaqında da Yəni ekvator, şimalı subekvatora düşürdü. o ekvator düşür. Bəli. Bəli. Sonra Kore yarımadasında hansı iqlimi görərik? Mülayimi mussonu müəllim. Mülayim Mülayim və də subtropiki musson. subtropik Hər ikisi musson. var. Hər ikisini burada görməyimiz nədir? Mümkündür deyəcək. Mümkündür. Sonra Kuba, Haiti, Yamayka adalarında. Tropik Deyir, müəllim, tropik tropik. müəllim. Tropik. Aha, burada əsasən tropik rütubətlisini görməyimiz mümkündür. Sonra Siciliya adasında Araq dənizi. Subtropik Araq var. dənizi. dənizi, Siciliya, Aralıq Sardinya. dənizini Aralıq dənizi. görməyimiz mümkündür. Başqa Doğru. Galapagos adalarında. Bəh, Mən ekvatorial enlikli yersə də burada Bəli. tropik yumşağı var. Səbəbi də bəli, soyuq tropik okeanda iqlim yerləşir. quşağını görə Bəli. bilərik. Hoşum, Bəli. iqlimdən deyəcəklərimiz bunlardır. Əsas bunları bilək. Buradan başqa deyəcəyim xırda xuruş nələrsə varsa, bax yadda qalsın. Amazon çayının mənsəbi subekvatordur. Kongo çayının mənsəbi rütubətli, rütubətli tropikdə yerləşir. Starium çayı, bəli, bayaq qəşəng vurğuladı onu ki, ekvator iqlim quşağında yerləşir. Bunu deyə bilərsiniz. Sonra Florida yarımadasında musson iqlim görmək mümkündür deyəcəyik. Sonrasında lazım olan qeyri-adi burada fərqli məncə demədiyimiz elə bir şey də yoxdur. Əsas düşsə bunlar düşər onsuz da. İslandiyanın bütövlükdə subarktikdə yerləşməyi yadımızda qalsın. Bu belə. Sonra belə bir sual da verim indi sizə mən. Mumbai dəniz limanı hansı iqlimdə yerləşər? Mumbai. Subekvatorial Musson müəllim. Ekvatorialda, subekvatorial iqlim qurşağında yerləşər. Houston, Yeni Orlean limanları hansı iqlim qurşağında yerləşər? Yeni Orlean. Mən mülayim Tropik rütubətlisində. Xeyr, Mən subtropik aralıq dənizi ilə mülayim dəniz. xeyr. Ekvatorial Mən enlikli. Mussonu. Subtropikin kontinentalında Kontinental. yerləşəcəkdir. Sonra belə bir sual. Tampa limanı hansı iqlim qurşağında, iqlim tipində yerləşəcəkdir? Dostum, hansı ölkədə yerləşdirirəm? Ölkəni sən bilmirsən də. ABŞ idi, ABŞ idi, ABŞ. Biri var Tampa, o ABŞ-dadır. Tampico Meksikadaydı. Onda Şey, yeni Tampa. mülayim dəniz iqlim tipində. Yox, tropikdə. Rütubətlisində Tropikdə. yerləşir. Bu Florida Hə. yarımadası ərazisinə düşür ona görə. Novorossiysk limanı. Rusiyadır da elə. Qızaran dəniz sahillərində. Bəli, mülayim demə, mülayim. Kontinentalında. Vladivostok limanı. Mülayim. Necə? O da mülayim. Mülayim Tamam. muson müəllim. Mülayim Mülayim muson. musonunda, Yapon dənizindən düşür axı. O. Mülayim musonunda yerləşər ora. Sonra belə bir Singapur limanı. Ekvatorial. Singapur. Ekvatorial demə. Ekvatorial. Sonrasında nə deyək? Buradan lazım olan. Genya limanı. Aralıq dəniz iqlim tipi. Aralıq dənizində. Havr limanı. O da elə aralıq dəniz iqlim tipi. Bəli, o da aralıq. Mülayim Mülayim dəniz. dəniz. Mülayim dəniz. Mülayim Fransada dəniz. yerləşir. Mülayim dəniz. Fransa şimalında. Marsel'dir, Marsel'dir. Marsel bəli cənubunda Aralıq dənizində yerləşirdi. Bəli. Antwerpen, Hamburg, Rotterdam, Amsterdam, London, Belçika idi. Bu da Mülayim mülayim dəniz. dəniz. hamısı mülayim dəniz iqlim qurşağında yerləşəcək limanlardır. Xark limanı. Bu mənim tropikdə.
İrandaydı tropik. Tropikdə yerləşir. Bəli. İskəndəriyyə limanı. Misirdə. İskəndəriyyə Mən Aralıq dənizi deyirsə, gözükür. bu Aralıq bəli, dənizi bəli. deyil. Və əslində Aralıq dənizi deyil, amma indi bizim xəritədə ilə Aralıq dənizində Araq yerləşir. dənizi. İskəndərun limanı. Türkiyədir. Bu da var. Siyasi Aralıq dənizi deməli. O da Aralıq limanı dənisidir. Bəli. Bakı limanı. Subtropik. Subtropik. Subtropik iqlim qurşağında yerləşir. Onların sırasına gəlir. Gəlir. Ha, gəlir. Gəlir. Yəni,